Arzu öyrətdi səni saldı üstümə. 10 gün bundan qabaq Arzu məni hədəliyirdi biz küsəndən sonraki. Baxarsan, səni bundan sonra yıxıb sürüsələr, sürüyəcəklər, çünki artıq mən sənin yanında yoxam. Üstündən bir həftə keçir, Ayşə buradan başlayır, Dağlısı Tamerlan buradan başlayır. Düzdür, moderatorlar, çata diqqət eləyin. Arzu, sən söydürürsən mən Ayşəyə. Nə məsələdir? 10 gün bundan qabaq hədəliyirdin ki, səni söyəcəklər, yıxıb sürüyəcəklər, daha mən yoxam. Nətər olur, sənin tərəfini saxlayan Ayşə məni söyür, sən söydürürsən məni. Yerlin Dağlı Tamerlana sən söydürürsən mən Arzu. Sən belə işlərin də var. Utanmadın sən. Kim söydürür bəs məni? Göstərəcəm burada ictimaiyyətə. Rast ki, sən çıxıb cəmiyyət içində ağlayıb, min bir artistlik eləyirsən, məni gözdən salmağa çalışırsan. Sən məni buna vadar eləyirsən ki, Qaynatovun eşq məktublarını mən burada ictimailəşdirim ki, bu millət əl çəksin məndən. Niyə məni cəmiyyətin gözünə salmağa çalışırsınız? Niyə imkan vermirsiniz ki, mən buradan 5 manat çörək pul qazanım? Nə istəyirsiniz məndən? Arzu, mənim səninlə işim var. Mən hansısa yayında sənin adını çəkmişdim. Aşkı Məmnunun mahnısını qoymuşdum, əcəb eləmişdim. Bax, indi yenə qoyacam. Bundan sənə nə? Mən sənin adını çəkmişəm. Bəşir demişəm, yaxşı demişəm. Deməmişəm ki, Arzunun Bəşiriyəm. Elə bir qayıt var ki, mən demişəm ki, Arzunun Bəşiriyəm. Mənim real həyatda o qədər problemlərim, o qədər münasibətlərim var. Mən Bəşir deyəndə, mən Aşqa Məmnun mahnısı qoymuşam. Sən niyə bunun üstünə götürüb, başlayıb, ağlayıb, doluxub, məndən küsüb inciyirsən? Gəlin səmimi olaq da. Gəlin səmimi olaq. Ay bacı da adamdan səbirdən çıxardılar da. Kütlənin biri canlı yayın açır, orada Arzu ağlayır ki, verdiyim çörək haram olsun. Ay, bir tikə çörək vermişsiniz, 10 tikə qusturdunuz mənə. Bir boşqab yemək verib 10 boşqab qusturdunuz mənə. İndi Arzu, mən sənin süfrəvə gəlmirəm, mən benim evimdə çörək tapmıram, yoxsa restorana getmirəm. Səndən uzaqlaşandan sonra dəstəyim də kəsilmədi, əksinə daha çox dəstək gəldi, yeməyim də var, restoranda ad günü də keçirtdim. Yəni, sən neynəmək istəyirsən ki, Arzu? Mənim sənə nə pisliyim olub? Mən burada bir dənə sizə xatırlatma eləyəcəm. Yadınıza gəlir, getmişdim bulvara. Arzu canlı yayında mənə zəng elədi ki, gəl Elmlərdə restorana, sənə sürpriz qonağım var. O tema yadınıza gəlir. Kimin yadına gəlir o tema? Kimidir qonaq? Niyə sual vermədiniz bəs? O qonaq kimidir? O sualı niyə vermədiniz? Uyarı atırsınız, problem yoxdur. Başqa səhifədən açıb sözümü deyəcəm. Xeyr, qaynatası deyildi qonaq. Ya şər böhtanlarınızı məndən çəkin, məni bəsdirin bu cəmiyyətin gözündən salmağa çalışırsınız. Ya siz məndən əl çəkməsəz, mən də susmayacağım, bəsdirin. Bəsdirin bu şər böhtanlarınızı atırsınız. Yəni, bezdim artıq mən. Qaldı ki, Arzunun qaynatasından əl çəkməyən mən deyildim. Həmən sən Arzu idin ki, Arzu, mənə qayıtdın, dedin ki, qaynatamın qoluna gir. Mən o kişinin qoluna girmədim. O kayıtlar var da. Yoxsa sən qaynatamın qoluna gir deyəndə mən girdim, girmədim. Yadınıza gəlir, getdim elə 5 metrdə uzaqda oturdum. İlk dəfə Hövsana Tantuni. 5 yaşlı qoca qaynatava qalmışam mən. Mən oturub ağalarla plov yemirəm ki, bığım yağa batar. Qoca kişiyə qalmışdım mən. Bəstirin də, abrıvı sayavız olsun da. Nə istəyirsiniz? Dinmirəm, susuram, sakit dayanmışam, özünüzü elə göydən aparsınız ki, bəstirin də, ayıbdır, çörək kəsmişik. Mən bugünə kimi susub, haqlı olduğum halda, cəmiyyət içində haqsız vəziyyətə düşürəmsə, and ol Allah, o kəsimi çörəyə hörmət edirəm. Amma sizdə bir damcı da vicdan varsa, bundan sonra kəsimi çörəyə hörmət eləyərsiniz. Və siz, sənin tərəfini tutan Ayşə var ha, hansı ki məni söyür. O Ayşəyə necə öyrətmisənsə, Arzu, ona denən ki, özünü yığışdırsın, cəmatı təhqir eləməsin.
Qaldı ki, Arzu, səndən mən özüm şəxsən uzaqlaşdım. O içəri şəhərdə qaynatağı xahiş eləmişdiniz ki, aparım gəzdirim. Mən də insanlıq elədim, yaxşılıq elədim. Mən nə bilim ki, siz altdan-altdan məni cəmiyyətin gözündən salmağa çalışırsınız. Pislik elədim, getdim gəzdirdim. Orada konsert verdiniz, mən də bilirsən nə dedim. Dedim, vəbşə bilirsiniz nə var? Alif bəy, bax bu taksi, oturun taksiyə, xoş getdiniz. Yəni sizdən uzaqlaşan mən oldum. Siz yox. Yəni ictimaiyyətə özünüzü başqa cür təqdim eləməyin, bəstirin. Və indi qaynatanın mənə yazdığı mesajları göstərirəm. Ki görə kim kimdən əl çəkmirdi. Bir saniyə. Buna da deyib söhbəti bağlayıram. Hanı bu yazışmalar? Yorumları bağlayıram. Görək kim kimlə əl çəkmirmiş. Yəni ki, bacı qurban, etmin eləməyin. Sənin qaynatan idi, bu qoca yaşında mənə vurulmuşdu. Mən isə yaş fərqi olduğuna görə uzaqlaşdım. Əl çəkin məndən, o Ayşəni necə öyrədib üstümə qaldırmısansa, elə də yığışdır onu. Bunu bilməmək üçün uşaq olmaq lazımdır ki, o qızı sən mənim üstümə qaldırmısan. O qızı sən mənim üstümə qaldırmısan. Çünki sənin tərəfini tutan o Xaker Tamerlandı kimdir bilmirəm. O da deyir, çox deyir, yerlimdir, yerlimdir. Sən 10 gün bundan qabaq dedin ki, Müjganı yıxıb sürüyəcəklər. Çünki mənim yanımda daha yoxdur. Üstündən də 10 gün keçmədi, yerlin Xaker Tamerlan və Ayşə məni yıxıb sürməyə. Bəstirin də, altdan iş görürsünüz. Ay